Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi kütləvi hücum zamanı Albaniyanın Ukraynadakı səfirinin iqamətgahının yerləşdiyi yaşayış kompleksinə ziyan dəyib. Müsavata istinadən xəbər veririk ki, bu səbəbdən Rusiyanın Albaniyadakı səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Albaniyanın Xarici İşlər naziri Ferit Hoxa X platformasında paylaşım edərək Rusiyanın Ukraynada mülki obyektlərə qarşı həyata keçirdiyi növbəti raket və dron hücumunu qətiyyətlə pislədiyini bildirib. Nazir qeyd edib ki, bu hücumlar insan həyatına və fundamental humanitar dəyərlərə tam etinasızlığın göstəricisidir. Bu dəfə Ukraynadakı Albaniya səfirinin yaşadığı yaşayış kompleksi vurulub və onun həyatı ciddi təhlükə altına düşüb. Bu qəbul edilməzdir. Mülki yaşayış məntəqələrinə hücum və diplomatik heyətə təhlükə yaradılması ciddi eskalasiyadır və Rusiyanın uzun müddətli təcavüzünün insanlara vurduğu ziyanın növbəti nümunəsidir, deyə nazir qeyd edib. O əlavə edib ki, Rusiya uzun müddətdir Ukraynada enerji infrastrukturu, məktəblər, xəstəxanalar və yaşayış binalarını hədəf alır. Buna baxmayaraq Moskva Ukrayna xalqının iradəsini qıra bilməyib. Xatırladaq ki, mayın 24-ünə keçən gecə Rusiya Ukraynaya qarşı 690 hava hücumu vasitəsilə 90 raket və 600 pilotsuz uçuş aparatı ilə geniş miqyaslı hücum həyata keçirib. Hücumun əsas istiqaməti Kiyev olub. Ukrayna hərbi hava qüvvələrinin məlumatına görə hava hücumunda müdafiə sistemləri 604 hədəfi, o cümlədən 55 raket və 549 dronu zərərsizləşdirib. Buna baxmayaraq 54 müxtəlif ərazidə raket və PUA zərbələrinin qeydə alındığı bildirilir.